Salam, hər vaxtınız xeyir. Bugünkü test izahımız model testlərindən birinci qrup bankı 2004-2024-dən nömrə 14 azot nitrat turşusu birinci qrup model izahı. Başlayaq test izahına. Birinci sualı deyir, amonium ionunun təyini. Amonium ionu qələvi ilə təyin olunur, metal OH-la. Amma hər metal olmaz, aktiv metal olmalıdır. Burada qələvi ilə təyində kəskin ilə amoniak qazı alınmasına əsaslanır. C variantı. İkinci sualda hansı sırada hər iki duzun termik parçalasında bir mürəkkəb və bir bəsit alınır? Demək, aktiv metal nitrat olmalıdır. Bu olmaz, olmaz, olmaz. Bəli, E variantı. Aktiv metal nitratlar metal nitriti, duz, yəni plus oksigen alınır. Üçüncü sualda X və Y müəyyən edin. Civə ilə A, duz, su. Civə ilə reaksiya giribsə, bu dəqiq qatıdır. Çünki civə duru ilə bu duru da ola bilər. Mən sulfatla qarışdırdım. Duru da olar, qatı da olar. Bir saniyə. Burada məsələ nədir? Passivlə orta aktivin ortaq reduksiya məhsulu NO-dur. Və bunu passivlər duru ilə, orta aktivlər qatı ilə verir. X duru, Y-də qatıdır, Y variantı. Dördüncü sual, reaksiya təminində oksiləşdirici neçə faizi duzun alınmasına sərf olunur? Bu tip sualları demişdim, azotu izləyin. 8 dənə azot atomundan 3-2-nin 6-sı duzun alınmasına sərf olunub, 6/8 vur 100. Bu da 75% Y variantı edək. 2 mol azot qazından 50% çıxımla neçə mol nitrat turşusu almaq olar? Azot N2-dir, nitrat HNO3. Öncə bunu bir əmsallaşdırsaq, bura 2 atmalıyıq. 1 moldan 2 mol alınır. 2 moldan x mol alınır və 50% çıxım. Çıxımı həmişə demişdim bura qoyun. 0,5. Bu da eləyər elə 2 mol B variantı. 6-cı sual. X H-klor məhlulu ilə 1 və 3-cü qablarda H2 alınırsa, 1 və 3-cü qablarda H2, axı bu qatıdır. Burada yəqin duru yazmaq istəyiblər. Çünki qatı olsa H2 alınmaz. İkinci qabda da NO2 alınırsa. Deməli, H2 alınması üçün metal passiv olmamalıdır. Passiv cavablar çıxdı. Və platin də heç bir nə duru, nə qatı ilə reaksiya girməyəcəyinə görə cavab D variantı olacaq. Əgər X ilə birləşmə reaksiyası gedirsə, deməli bu turşudur, hər hansı bir turşudur. X hansı maddə ola bilər? 1 və 3. D variantı. Amoniak əsaslarla girmir reaksiya. 2 ilə 4 ilə reaksiya getməz. Azotun lityumla reaksiyası. Deyən baxaq. Reaksiya getməyən, deməli, azot xlorla reaksiya getməz. Burada necə uyğunlaşdıracaq? 2 bura atacaq. Adi şəraitdə gedir lityumla, elektrik qövsü temperaturda oksigenlə, katalitik reaksiyada hidrogen. 2, 1, 4, 3. A variantı. 9. Amonium nitritin parçalanmasında azot və su alınır. Bildiyimiz kimi. Birinci reaksiya əvəz etmədir. İndi azot natriumların hər ikisinə reaksiya daxil olar, amma əvəz etməni su ilə verər. İkinci reaksiyada da deməli Y azotdur. Natriumda azotdan natrium 3N, natrium nitrit verər. Cavab A variantı. Dəmir 3 nitratın parçalanma məhsullarını yazaq, əmsallaşdıraq. Bura 2 atdıq dəmirə görə, azota görə bura 6. Deməli, 3 üçün 9 üçün 18 oksigen var, 6 üçün 12, o da 3, 15, 1,5 atacaq. Əgər ətraflı yazılırsa, ondan sonra situasiya yazırsa, əmsalları tama gətirmək lazımdır. Amma əgər belə bir testdirsə, tama gətirməyə də bilərsiniz. Bizdən sadəcə 1 mol dəmir 3 nitratın parçalanmasına alınan məhsulların cəmi mol sayını istəyir. 2 moldan 1, 6, 1,5, 8,5 alınırsa, 1 molda onun yarısı 4,125 D variantı. Sonra burada amonium nitritin parçalanmasından azot və su alınır. Bu azot və su desək, burada aydın məsələdə su götürməyəcək. Çünki su alüminyumla girməz reaksiya. Alüminyum amalqaması ilə girər, amma alüminyumla girməz. Həm də məhsullara baxanda bilmək olur. Deməli, burada lityum 3N alınır. Kalsium 3N2 alınır. Alüminyum N alınır. Cavabda C olacaq. Eyni temperaturda gedən reaksiyalarda nitrat turşusunun qatılıqları arasında hansı münasibət doğrudur? Azotun oksiləşmə dərəcələrinə baxın.
Azotun reduksiya məhsulunda oksidaşma dərəcəsi artdıqca turşun qatılığı da artır. Deməli 2 daha qatı olub, sonra 1, ən duru isə 3 olub. 2, 1, 3. 2, 1, 3 D variantı. Parçalanmasından turşu oksidi alınan NO2 alınsın da bax burada alınır, burada alınır. Amma 4-də kalium NO2 plus O2 alınır, 3-də də N2O və su alınır. Cavab da 1 və 2 variantı. 14. Hər reaksiyada 1 mol azot sərf olunursa, XY cəmini hesablayın. Bunların reaksiyalarına kalsium plus N2 reaksiyasından kalsium 3 N2 alınır. Bura 3 atırıq. 1 mol azotla 3 mol kalsium reaksiya girer, X3'dür. Natrium plus N2 reaksiyasından da natrium 3N alınır. Bura 2 atırıq. Bura 6 atırıq. 1 ilə də 6 girer. Demək bu da 6'dır. XY cəmi 9 D variantı. NO plus O2 reaksiyasından NO2 alınır. Reaksiyadan sonra alınan qarışığın mol sayı. Deməli, bu reaksiyanı əmsallaşdıraq. 2 ilə 1 reaksiya girer, 2 alınır. 4 ilə 5. Hansı tam reaksiya girer? NO daha kiçik nisbət verir. Ona görə NO-nun 4 molu tam girer və 4 mol NO ilə da 2 ilə 1 girsə 4 ilə 2 mol O2 girer. İndi 1 mol oksigendən 2 mol NO2 alınırsa 2 moldan da 4 mol alınır. Oksigen 5 götürülmüşdü. İkisi reaksiya girsə 3 artıq qalar. 4 molda NO2 alınacağına görə 4 plus 3 cəmi 7 mol B variantı olacaq. 16. Yalnız qatı nitrat turşusuna həm qatı metallarla qarşılıq təsirlə H2 alınır. Bu yalnız duru həm qatı həm bu heç birinə aid olmayacaq. Yəni qatı nitrat turşusu verməliyiz. Həm qatı həm duru nitrat turşusu bu heç birinə aid olmayacaq. Natriumla reaksiya N2O alınır. N2O qatı nitrat turşusuna xasdır. F ilə reaksiyaya adi şəkildə daxil olmur. Qatı nitrat qatı sulfata aiddir bu. Yalnız qatı nitrata aiddir. Deməli bu da 3-də bura. Mis ilə NO alınır. Duru nitrata aiddir. Qaz ilə reaksiya daxil olmur. Hər ikisi. Nə qatı, nə duru. 2, 3, 5, 4. 2, 3. Alınmır. H2 də elə həm qatı, həm duruya aid edə bilərik də. Heç birindən alınmır. Alınır, mən oxumuşdum. Ona görə səhv gedirdi. 2, 3, 5, 1, 4. 17-ci sual. Amonyak və HNO3 ilə reaksiya daxil olmasına görə uyğunlaşdır. Yalnız HNO3 ilə reaksiya deməli, natrium maye amonyakla girir. İndi burada bilmirəm, bunu götürüblər yoxsa yox. Məsələ odur. Natrium maye amonyakla girir. Məsələn, mən bunu hər ikisinə götürərəm. Hər ikisinə. A. Natrium OH amonyakla girməyəcək. Yalnız HNO3 ilə reaksiya girər. Oksigen amonyakla reaksiya girər. Misoksid hər ikisinə reaksiya girər. H-xlor da amonyakla reaksiya girər. SY, AD, B. Amma bu A-nı ola bilər 2-yə götürməsinlər. Amma əslində götürülməlidir, onu da deyim. Deməli, bu reaksiyada kalsium NO2 plus O2 alınır. Deyir, oksigen oksiləşdirici. Oksigen -2-dən 0-a gəlir. Yəni, dərəcəsi artıb, reduksiya edicidir. Azot oksiləşdirici. Azot müsbət 5-dən NO2, HNO2, yəni müsbət 3-ə gəlir. Bəli, azot oksiləşdiricidir. Oksigen reduksiya edicidir. Kalsium heç nə deyil. 2 və 3. Kalsium dərəcə dəyişməyib. 19. XYZ, H. Bu NO2, O2 su reaksiyasıdır. NO2 plus O2 plus H2O. Sərf olunmaları moluna görə tapacağıq ki, hansıdır. Bura 4 düşür, burada 4 düşür. Əzbər yadımda qalıb əmsallar. Burada 2, 1. İndi ən çox sərf olunan Z NO2-dir. Ən az sərf olunan, yəni X oksigendir. Cavabı da B-dir. 20-ci sual. 2 mol azot və 8 mol hidrogen qarşılıq təsirinin zaman maddələrdən biri tapsın. Alınan qaz qarşılığı olsun. Bayaqki sualdandır. N2 plus 3H2. 2NH3 alınır. 1 ilə 3 reaksiya girer, 2 alınır. 2 verib 8 veribsə azot tam sərf olunur. İkisi ilə 1 mol azotla 3 mol hidrogen girsə 2 ilə 6 girer. Azot hidrogenin ikisi artıq qaldı. 3 mol hidrogendən 2 mol amonyak alınırsa 6 mol hidrogendən bax 8 demədim, 6 dedim. Çünki 6'sı sərf olunur. 4 alınır. Və reaksiyadan alınan qaz qarışığı artıq qalandan alınan qazdır. 4, 2, 6 mol B variantı. Sonra
Parçalanma reaksiyasının qrafikinə əsasən duzu müəyyən edin. 1 mol parçalansın, 1 mol da əmələ gəlsin. Bu harda da var idi? 20 sınavda da var idi, qabağımıza çıxmışdı. Bəli. İndi məsələn aktiv metal olmazdan natrium necə parçalanır? Yada salaq. Nano 3 Nano 2 plus O2 yaradır. Yəni 2 moldan 1 mol alınır. Natrium olmaz. Eləcə də əzbərimizdə var ki, gümüş də. Mən burada bir-bir yazsam, siz görərsiniz əslində. Burada civədir. Cavab yəqin ki, civə səhv xatırlamıramsa, civə olur. Civə plus NO2. Baxın, 1 mol civə nitrat parçalanır, 1 mol da oksigen alınır, C variantı. 2 mol amonium nitrat tam texniki, termiki parçalandıqda neçə litr diazot monoksid alınır? NH4 NO3 parçalasaq, bunu necə öyrənmişdik? 2 mol su çıxar, yerdə qalanı yaz. 1 mol da NO yaranır. 1 molundan 1 mol alınırsa 2 moldan 2 mol alınır. Neçə litr deyir normal şəraitdə? 44,8 litr. 23-də 4 mol HNO3-ün tam termik parçalamasında neçə litr oksigen əmələ gəlir? Bayaq bu reaksiya var idi. Elə 4 HNO3 əmələ gəlirdi. İndi parçalanmasını yazsaq 4 NO2, 1 O2, 2 H2O2 içində parçalanırdı. İndi 4 moldan elə 1 mol oksigen əmələ gələr. O da 22,4 litr eləyər. 24. Hansı maddənin parçalamasından qazın suda məhlul lakmus kağızda qızardır. Yəni turşu oksidi alınır. Turşu xassəli bir şey alınsın. Bu da bax mis2 nitrat olar. Niyə görə? Burada mis2 oksid, NO2 və O2 alınır. NO2 də turşu oksididir. Suda turşu verər və məhlul da lakmusu qızardar. D variantı. İndi bu sualların çoxunu biz topluda görmüşük. Kalsium xlor2, NH3 və su alınır. Mis N2 su alınır. Hansı maddə reaksiyona aiddir? Amonyak aiddir. Amonyak var alınanlarda. Oksigen alınmır. Su alınır. N2O alınmır. Yəni yalnız 1 və 3 olacaq. 26. Mis2 nitratın parçalanmasına 2 mol mis2 nitrat parçalananda əzbərdir bu artıq. Siz yazıb cərəbsallaşdırasınız. Bərdi şərt çevirmək üçün çox yazmaq lazım. Baxın, bu 0,3 alınan orta mol alınan budur. 0,3 mol. Çünki 2 alınıb, 4 alınıb, 1 alınıb. 2 bunların ortasıdır da. Qrafikası alınan NO2-ni. İndi 2 mol misoksid alınan 4 mol NO2 alınırsa 0,3-nə X alınır. Həcmini istəyirik dostlar. Həcmini hesablayaraq eyb yox. Bilir 0,6 mol. 0,6 molda 22,4-ə vuranda 13,44 litr eləyir. Deməli, yenə də uyğunluq. Reaksiya getmir deyir. Amonyak qələvi ilə reaksiya girməsi üçün. Sonra N2 alınır. Oksigende yanma zamanı 2. 2 mürəkkəb maddə alınır. Bu karbamid reaksiyası CONH2 plus H2O-dur. 2 mürəkkəb alınır. Azotun valentliyi artır. Turşu ilə reaksiya girəndə NH3 ilə NH4-ə gəlir. Azotun valentliyi artır. 3, 2, 1, 4. 3, 2, 1, 4 C variantı. Sonra bu reaksiyada mis2 nitratın, yəni NO ilə bu elə bil elədi axı. Ya obru testdə idi. X oksigenlə reaksiya daxil olursa və NO-dur. Girmirsə sudur. X maddəsi üçün duz əmələ gətirməyən oksiddir. Molekulu 3 atomlu, 2 atomludur. Bəst maddələrdə alınması endotermikdir, bəli. N2 plus O2, NO alınırdı və endo idi. Su ilə reaksiyasında turşu əmələ gəlməz, çünki duz əmələ gətirməyəndir. Doğru cavab 1-3 C variantı olacaq. Növbəti bir izahın sonuna gəldik. Sağ olun.